Salam, 8-ci sinif 2-ci hissədən mövzumuz olacaqdır orqanizmlərdə maddələrin mübadiləsi. İstənilən canlı orqanizmin fəaliyyəti üçün enerji lazımdır. Orqanizmlər həyat fəaliyyəti üçün bu enerjini haradan alır? Bildiyiniz kimi canlı orqanizmlər ətraf mühitdən qida maddələri qəbul edirlər və qida maddələrin və yaxud özləri hazırlayırlar və enerjiyə olan tələbatları bununla da ödənmiş olur. Əldə olunan enerji hansı proseslərə sərf olunur? Qeyd elədik ki, üzv maddələrin biosintezinə, bədənin qurulmasına və orqanizm üçün lazım olan enerjinin əmələ gəlməsinə sərf olunmuş olur. Bildiyiniz kimi, təbiətdə canlılar iki tip, avtotrof və heterotrof qidalanma üsulundan istifadə etmək qabiliyyətinə malikdirlər. Və onu da qeyd elədik ki, avtotrof orqanizmlər qeyri-üzv maddələrdən üzv maddələri özləri hazırlayır və ondan qidalanır. Heterotrof orqanizmlər isə bitki və heyvan hazırladığı üzv maddələrdən istifadə edirlər. Orqanizm ətraf mühitdən oksigen, su, mineral duzlar, qida maddələri alır. Parçalanma məhsulları olan karbon qazı, ammoniak, sidik cövhəri, sidik turşusu, mineral duzlar və suyun artığı orqanizmin hüceyrələri tərəfindən xaric olur. Qidanın tərkibindəki üzv maddələr həyat fəaliyyəti, böyümə və inkişaf üçün zəruri hesab olunur. Daxil olan mürəkkəb üzv birləşmələr orqanizm hüceyrələri tərəfindən olduğu kimi mənimsənilə bilmir, odur ki, onlar sadə birləşmələrə parçalanır və bədəndə özünə uyğun yeni maddələrin əmələ gəlməsinə səbəb olur ki, orqanizm hüceyrələrində gedən belə sintez reaksiyalarının cəmi anabolizm və yaxud da ki, plastik mübadilə adlanmış olur. Bax, burada anabolizm göstərilibdir. Orqanizmə daxil olan sadə üzv birləşmələrdən orqanizm özlərinə məxsus olan iri molekullu üzv birləşmələri sintez etmiş olurlar ki, bu da plastik mübadilə hesab olunur. Yəni, hər bir orqanizm özünə məxsus zülal, yağ, yaxud karbohidrat kimi üzv maddələrin biosintezini həyata keçirmiş olurlar anabolizm prosesi sayəsində. Maddələrin parçalanması nəticəsində hüceyrədə enerji ayrılır. Bildiyiniz kimi, bax, orqanizmdə sintez olunan bu üzv maddələr oksidləşir və oksidləşən zamanı yenidən sadə tərkib hissələrində olan birləşmələri parçalanır və bu zaman enerji əmələ gəlmiş olur ki, buna katabolizm və yaxud da energetik mübadilə deyilir ki, və ayrılan enerji orqanizmə lazım olan proseslərə sərf olunmuş olur. Ümumiyyətlə, anabolizm və katabolizm istərsə anabiotik və katabiotik proseslərin cəmi maddələr mübadiləsi, yəni metabolizm hesab olunur. Metabolizmi həyata keçirmək üçün orqanizmdə tənəffüs, həzm, ifrazat prosesləri birlikdə fəaliyyət göstərir ki, bu da maddələr mübadiləsinə əmələ gətirir. Hər bir canlı orqanizmdə maddələr mübadiləsi mövcuddur. Bax, burada maddələr mübadiləsinin sxemi verilibdir. Fikir versəz görərik ki, biz qeyd elədik ki, həzm prosesləri, yəni həzm, tənəffüs, ifrazat prosesləri orqanizmdə maddələr mübadiləsini təmin etmiş olur. Bax, bu gördüyünüz canlı hüceyrə həyat fəaliyyətini yerinə yetirmək üçün oksigen əldə edirlər, qida maddələrini əldə edirlər və bunun nəticəsində həyat fəaliyyəti prosesləri nəticəsində əmələ gələn parçalanma məhsulları ki var, bayaqda dedik ki, ola bilər karbon qazı olsun, su olsun, ammoniak olsun və digər məhsullar bədəndən ifrazat orqanları vasitəsilə kənarlaşdırılmış olur. İstərsə oksigenin daşınmasında, istərsə həzm olunmuş qida maddələrinin hüceyrəyə çatdırılmasında, bax, bu təsvirdə də gördüyünüz kimi mərkəzi orqan sistemi olaraq qan damar sistemi bu işi öz üzərinə götürüb, belə ki, hüceyrənin oksigenlə təmin olunmasıdır, qida maddələri ilə təmin olunmasıdır və parçalanma məhsullarının orqanizmdən kənarlaşdırılmasıdır ki, hansı ki, bunu ifrazat sistemi həyata keçirir ki, bunu sidik cövhəri, duzlar, suyun artığı, bu proseslər hamısı qan vasitəsilə daşınır, həyata keçirilmiş olur.
Düşün, müzakirə et, paylaş. Burada soruşulur, insan il ərzində 500 kiloqrama yaxın qida qəbul etsə də, onun çəkisi o qədər də dəyişmir. Bunun səbəbi nədir? Bildiyiniz kimi, həyat fəaliyyəti üçün enerji lazımdır. Orqanizm enerji işçilərini həmin qida maddələrindən əldə etmiş olurlar və yaxud da qalan qalıq isə bədəndən ifrazat orqanları vasitəsilə kənarlaşdırılmış olur ki, və beləliklə də bədənin deməli, çəkisi o qədər də dəyişilməmiş olur. Mineral maddələr də orqanizmə lazımdır. Hər bir orqanizmdə su və müxtəlif mineral maddələr daxil olur. Bildiyiniz kimi, hüceyrələrdə müxtəlif maddələrin daxil olması və çıxması tənzimlənir. 60-dan çox kimyəvi element orqanizmimizə daxil olur. Onların əksəriyyəti maddələr mübadiləsində əsas rol oynayır. Bildiyiniz kimi, kalsium ionları, kalsium duzları sümüklərin böyüməsini, qanın laxtalanmasını təmin edir. Natriumla kalium ionları isə sinir sisteminin və əzələlərinin fəaliyyətini təmin etmiş olur. Dəmir isə eritrositlərin tərkib hissəsidir. Oksigen daşınmada hemoqlobin iştirak edir. Onun çatışmamazlığı isə orqanizmdə qan azlığına səbəb olar. Qida məhsullarından meyvə, tərəvəz, ət və yumurta sarısı bildiyiniz kimi dəmirlə zəngindir. Orqanizm olan tələbatı həmin qida məhsullarından əldə etmək mümkündür. Vitaminlər, vita həyat deməkdir. Həyat üçün zəruri olan üzvü maddələr hesab olunur. Onlar bioloji fəal maddələr, xüsusi fermentlərin tərkibinə daxil olur. Vitaminlər fermentlərin yaranmasında, orqanizmin həyat fəaliyyətinin tənzimlənməsində iştirak edir. Bioloji fəal maddələrə aiddir. Odur ki, bunlardan bildiyiniz kimi həm suda həll olan, həm də yağda həll olan vitaminləri ayırmaq olar. C vitamini suda həll olan, A və D vitaminləri isə deməli, yağda həll olan vitaminlər hesab olunur. Vitaminləri latın hərfləri ilə A, B, C, D və s. hərflərlə deməli, adlandırılır. Orqanizmdə vitamin çatışmamazlığı A vitaminoza gətirib çıxarır. Çox olanda isə hipervitaminoza səbəb olur. A vitaminoz zamanı orqanizmdə cüzi dəyişikliklər baş verir, müəyyən xəstəliklərin yaranmasını gətirib çıxarır. Bax, bu sxemdə gördüyünüz kimi, yediyimiz qidaların tərkibində vitaminlər mövcuddur. Sağlam qidalanma vitaminə olan tələbatı ödəyə bilir. Bax, burada göstərilibdir, qeyd olunubdur. Vitaminə olan tələbatı sağlam qidalanma ilə yanaşı, həm də vitamin preparatlarından əldə etmək mümkündür. Qeyd elədik ki, vitamin çatışmamazlığı, bax, burada sxemdə də göstərilibdir, A vitaminoza səbəb olur, və yaxud da ki, həddindən artıq qəbul olunması isə hipervitaminoza səbəb olur. Normada olması orqanizmdə maddələr mübadiləsinin intensivliyini normal saxlamış olur. Burada vitaminlər haqqında C vitamininin müəyyən olunması fəaliyyətdə göstərilibdir. Bunun üçün C vitamininin müəyyən olunması üsulu askorbin turşusudur, bildiyiniz kimi. Tərkibi molekulaların yod tərəfindən asanlıqla oksidləşməsinə əsaslanır. Yod bütün askorbin turşusunu oksidləşdirən kimi növbəti damla, nişasta və ilə reaksiya edilərək məhlulu göy rəngə boyamış olur. Burada gördüyünüz kimi yodun spirtdə məhlulu 5%, nişastalı yapışqan, limon şirəsi, alma şirəsi, pipet, sınaq şirəsi distilə olunmuş su lavazmat olaraq götürülür. Bax, burada hər bir şüşəyə gördüyünüz kimi burada birinciyə alma şirəsi, ikinciyə isə deməli, limon şirəsi tökmüş olurlar. Üzərinə 10 ml distilə olunmuş su əlavə olunur. Hər şey sınaq şirəsinə az miqdarda nişasta yapışqanı əlavə edirlər. Birinci sınaq şirəsinə göy rəng alınana qədər damla-damla yodun spirtdə məhlulu əlavə edilir. Sonra isə ikinci şüşədə tətbiq olunan deməli, məhlul da 10-15 deməli, ikinci sınaq şüşəsinə də tətbiq edilir. Göy rəng 10-15 saniyə ərzində itmir.
Alınan rəngli müşahidə etmək üçün, əgər sınaq şüşəsindəki məhlul tez rəngsizləşirsə, həmin məhlul askorbin turşusu ilə daha zəngin olması göstərilmiş olur. Gec rəngsizləşirsə isə az olduğu göstərilir. Bildiyiniz kimi, burada 3-cü məhsulda C vitamini miqdarı az olubdur ki, ona görə də o rəngsizləşməyibdir, göy rəngdə qalıbdır. C vitamini bildiyiniz kimi mövcuddur. Ən çox meyvələrin tərkibindədir. Bax, bu gördüyünüz meyvələr ki, var şəkildə təsvir olunubdur. Alma, qarağat, kələm, kartof, turp, itburnu, pomidor, sitrus bitkiləri, bunlar C vitamini ilə zəngindir. İnsan sutka ərzində 50-78 milliqram vitamin əldə etməlidir. Sutka ərzində orqanizmə daxil olmalıdır. Çatışmadıqda isə deməli sağlamlığa mənfi təsir göstərir. Sümüklərin bitişməsi azalır. İş görmə qabiliyyəti aşağı düşür. Zəiflik, yuxuluq, infeksion xəstəliklərə qarşı müqavimətin zəifləməsi ilə müşahidə olunur və bununla yanaşı dişlərin iltihabı, qansızmalar da baş verir ki, skorbut xəstəliyi adlanır. Diş əti qanayır, laxlayır və s. A vitamininə gəlincən gündə A vitamini orqanizmə 200 milliqram lazımdır. Əsasən heyvanlı mənşəli qidalarda üstünlük təşkil edə bilər. Bununla yanaşı bu təsvirdə gördüyümüz kimi bitki mənşəli qidalarda da əridir, yerçöküdür, balqabaqdır və s. məhsullarda da rast gəlinir. Çatışmadıqda toyuq korluğu deyilən xəstəlik yaranır ki, gözün görmə qabiliyyəti pozulur. Görmə pigmentinin tərkibinə daxil olan A vitamini görməyə yaxşı təsir göstərir. Bitkilərin qırmızı və sarı hissəsində olan karotin maddəsi A vitamininə çevrilə bilir. Karotin qaraciyər və bağırsaqlarda A vitamininə çevrilir və s. D vitamininə gəlincə, A vitamini gündə 200 milliqram qəbul olunmalıdır. D vitamininə gəlincə, bu bağırsaqlarda kalsium və fosfor mübadiləsinin tənzimlənməsinə, sümük toxumasının deməli möhkəmlənməsinə, qida ilə az miqdarda bədənə daxil olur, həm də günəş şüalarının təsirindən dərdə yarana bilir. D vitamini çatışmadıqda inkişafdan uşaqlar qalır, infeksion xəstəliklərə müqavimət azalır, rahat xəstəliyi deyilən xəstəlik yaranır. Bu zaman ayaq sümükləri, döş qəfəsi deformasiyaya uğramış olur. Bax, bu gördüyünüz, şəkildə gördüyünüz təsvirdə olan qida məhsullarının tərkibində D vitamini olan tələbat qəbul olunanda ödənilə bilir. D vitamini gün ərzində 0,2-0,3 milliqram qəbul olunmalıdır. Zülal mübadiləsi və yerdə qalan deməli proseslər ki var, dərsin növbəti hissəsində onunla tanış olacağıq. Bu qədər. Sağ olun.